Sabahınız xeyir olsun. Hamınızı salamlayıram. Əziz yurtdaşlar, izləyənlər, Qubadlı ictimaiyyəti, hamınızın hər vaxtı xeyirli olsun. Sübh tezdən saat 5'dir. Yolum Qubadlı torpağınadır. Doğulub boya başa çatdığımız torpağa. Bugünkü missiyamızın da məramı, səbəbi yurt yerinə, kəndimizə, Saray kəndinə, Bərkişadın kənarına söhbətgah qoymaqdır. Yəni el arasında besetka deyirlər. Sözün əsl mənasında söhbətgah. Məqsəd tək bizim Saray kəndi üçün deyil, Qubadlı torpağına gedən, ziyarətə gedən hər kəs üçün, yaşlılarımız gedir, ayaq üstə yorulurlar, ziyarətdən sonra bir stəkan çay içmək istəyirlər deyə bu söhbətgahı çayın qırağına, Bərkişadın kənarında düzəltdiyim bir yerə qoyacağıq. Allah qoysa gerisini izləmədə qalsanız görəcəksiniz. Məramımız xoşdur, niyyətimiz xoşdur. Hələlik bu qədər. Xeyirli olsun, mübarək olsun. Elə bir ki, arkası bura. İstiqamətdə bax, belə çayın istiqamətində. Gəl. Qaytarma. Yeni plan bura oldu da, hə? Yaxşı deyil. Biraz almaya sonra bir bankratdan olur. Qaydasındadır. Sonra çekeyim. Yeter oldu arkadaşlar. Biraz o qıraqça azdı. Belə baxanda yaxşı deyil, nə bilir? Belə baxanda elə duruşu da pis deyil. Biraz qabağı gəlbilir. Bu da əsas məsələdir. Banqrata vur qaldı bizə. Salam, hər vaxtınız xeyirli olsun. Əziz yurdunu sevənlər, çox sevdiyim Qubadlılar, doğma yurtluyam, vətən torpağındayam. Bura Saray kəndidir. Bura mənim doğulub boya başa çatdığım torpaqdır. 30 illik həsrətdən sonra yurdumuza ayaq bastıq. Bugünkü günə görə də qanını, canını fəda etmiş şəhid qardaşlarımızın ruhlarına baş əyirəm.
Yaralı qazilərimizə Allahdan şəfalar diləyirəm, onlara uzun ömür. Nə qədər yaşayacaqlarsa sağlam yaşasınlar, firavan yaşasınlar, şən yaşasınlar. Ali Baş Komandanımıza minnətdarlıq edirəm ki, çox doğru yönləndirilmiş siyasəti ilə bugünkü günü biz yurtdayıq, torpaqdayıq. Keçin mətləbə çoxdankı arzum bu idi ki, yurt yerini ziyarət elədikcə hər dəfə bir oturmağa bir yer, bir dincəlməyə yer tapalmırdıq, ayaq üstə qalırıq, yatmağa yerlərimiz yox hələ ki, dincəlməyə yerimiz yox, yaşlılar gəlir ziyarətə, çətinliklərlə rastlaşırlar və uzun sürən vaxtdan sonra bir təşəbbüsə qatıldım ki, kəndimizdə bir söhbətgahımız olsun, oturmağa yerimiz olsun, yaşlılarımız gəlib dincəlməyə yerimiz olsun. Elə bundan ötürü də sağ olsun, var olsun, Prezident Administrasiyasının yerli səlahiyyətli nümayəndələri, Şərqi Zəngəzurun xüsusi nümayəndəsi, rəhbərliyi Vahid Hacıyev cənablarına, onun köməkçiləri, Anar Əkbərov, Bəhlul Bəhlulzadə və s. kimi adını çəkə bilmədiyim şəxslər və eləcə də bizim rayonumuzun ağsaqqalı Malik İsaqov cənablarından bizə istiqanlığı və səmimiyyəti, diqqəti sayəsində mənim təşəbbüsüm artıq bu günləri həyata keçdi. Mən icazəli şəkildə müraciət edib, dövlətin verdiyi eskizə uyğun olaraq besetkanın düzəltməsində kənd sakinlərinə bir təklif verdim. Burada da, bu təklifdə də sağ olsun Fətəli Abdullayev, kəndimizin ziyalısı və xeyrsevər insanı böyük dəstəyi oldu. Bu söhbətgahın yaranmasında, düzəlməsində, bugünkü ərsəyə gəlməsində çox böyük dəstəyi oldu. Mən Zaur Qubadlı şəxsi fikrimə görə hesab edirəm ki, Fətəli müəllimin etdiyi bu köməkdarlıq təqdirə layiqdir və nümunəvidir. Təklif edirəm rayonumuzun bütün imkanı çatan sakinlərinə. Həssas olun bu belə şeylərdə. Belə təşəbbüslərdə ayıq olun, diqqətli olun. Yurdun geri dönüşü üçün, yurdun abadlaşması üçün, yurdun ziyarəti üçün, insanların sevməsi üçün, köklərinə qayıtmağı üçün, yurdun yenidən ayaq üstə qalması üçün əlinizdən gələni edin. Onsuz da kənarda çoxlu məsrəflər xərcləyirsiniz. Onsuz da başqa seyrəngahlarda, istirahət məkanlarında bu pullardan xərclənirsiniz. Nə olar ki, öz yurdumuz üçündə, nə olar ki, öz torpaqlarımız üçündə abadlaşmasından ötürü. Bax, qəbirstanlığımızın abadlaşması var. Belə şeylərdə diqqətli olmaq lazımdır. Mən kəndimizin bəzi nümayəndələri də qatqısı olmuşdu ki, az miqdarda bu şorbada duzu oldu ki, onlara da çox sağ ol deyirəm və yenə də kimlər ki istəsə təşəbbüsə qatılsınlar. Şərt o deyil bizim Qubadlının Saray kəndinin, indi müraciət elədiyim, sakin olduğum kəndin cəmaatı, bütün Qubadlı sakinlərinə, bütün torpağı işğaldan azad olmuş yurtdaşlara müraciətim var. Belə şeylərdə həssas olun, diqqətli olun. Bax, bu söhbətgah çox şeylərə vəsilə olmalıdır. Bu söhbətgahlara xahiş edirəm, təkcə yeyib içib içki məclisi qurmaq gözü ilə baxmayın. Bunu həm də yurdun ziyarətində gəlib xoş məramlı dincəlməyi və hətta burada, bax, biz siftəsinə bu söhbətgahda namaz qırıldı. Bu söhbətgahda namazdan sonra bir qəlyan altı namazdan sonra bir yüngülvarı ayaq üstü yemək yeyildi. Düzdür, bu tam hazır deyil. Hələ boşaldılmayıb, abadlaşmayıbdır. Kəndimizin elə ziyalıları, elə nümayəndələri və sakinləri var ki, yəni sakinləri də deməyək, bu kəndin suyundan,
içmiş və bu kənddə doğulub boya başa çatmış elə nümayəndələrimiz var ki, başqa yerlərdə, başqa rayonlarda, Azərbaycanın başqa yerlərində vəzifə şəxsləridir, imkanları var. Allah daha da bol etsin. Onlara da buradan çağırış edirəm, səslənirəm. Kəndimiz üçün siz də qatqınızı edin. Əgərləri bu təşəbbüslərə qatılmaq istəsəz, bizim xəyalımızda, fikrimizdə daha çox planlarımız var. Misal üçün, kəndimizin bulağını, bulaq dərədən olan bulağımızı qəbirstanlığa qədər və kəndin içinə qədər çəkmək fikrimiz var. Dünən gedib bulağı, indi Allah qoysa görəcəksiniz paylaşımlarda, bulağın gözünü tapmışıq, suyunu tapmışıq, biraz təmizlik işi görmüşük. Xahiş edirəm, qatılmaq istəsəniz, qatılın. İstənilən vaxt xəbər bilin, istənilən vaxt siz də öz təklifinizi edin, köməyinizi edin. Mənim fikrim bu qədərədir. Yurdu unutmayaq, yurdun özəlliyini itirməyək, yurdun bizim axı xoşbəxtçiliyimiz, körpəliyimiz, uşaqlığımız, bizim ata-babalarımızın daş qoyduğu torpaq buradır. Ata-babalarımızın əziyyətinin puçelan yeri də buradır. Xoşbəxtçiliyimizin itən, oğurlanan yeri də buradır. Və bu günləri şəhidlərimizin qanı sayəsində canlı şəhidlərimiz bu gün sağ qalmış, şəhid ola bilməmiş, amma torpağın uğrunda nələrdən keçdilər, qollarından, qıçlarından, gözlərindən keçmiş qazilərimizin fədakarlığı sayəsində bu gün torpaqlarımız azaddır. Elə buna görə də bu əziyyətlər itirilməsin, onların zəhmətləri belə süs qalmasın, torpaqlarımızı yenidən çiçəkləndirək, yenidən dövlətimizə kömək olaq. Hər işi dövlətin boynuna qoysaq, bu biraz çətin olar, bu çatdırılmaya bilər. Bir sözlə, hər bir şeyi dövlətin boynuna qoyub gözləməyək. Kimin əlindən nə gəlirsə, bugün Zahir Qubadlı 100 manat pul xərcləyə bilirsə, onu xərcləsin, onu etsin. Sizdən də ricam budur ki, imkanı çatanlar, yurdun abadlaşması üçün nə edə bilirsə edin. Bax, bu söhbətgahın ətrafı abadlaşmalıdır, təmizlənməlidir, ağaclar əkilməlidir, çınqıl tökülməlidir. Bundan ötürü nə edə bilirsinizsə edin. Qəbirstanlığımız abadlaşmalıdır, daha da abadlaşmalıdır. Biraz xeyli abadlaşıbdır, amma yenə də lazımdır. Mənim bilmək istəsəz, qəbirstanlıqda dəfn olunmuş yaxınım yoxdur. Amma nə edərəmsə el üçün etməyə çalışıram. Nə edirəmsə el üçün. Mənim burada yatacağım yox, qalacağım yox, mənim burada heç nəyim yoxdur, belə baxın. Amma yurdum var, torpağım var. Bundan ötürü əlimdən gələni eləyirəm. Sizdən xahiş edirəm də dəstək olun bu işə. Sağ olun, minnətdaram. İzləmədə qalın. İstiqanlı olun. Burada bizim söhbətgahın yaxınlığında bir 10 metrliyidir. Bərüşadın sahilidir. Məhz bu yeri seçmişəm. Bax, inşallah bu ətraf, bu kol-koz təmizlənəndən sonra söhbətgahın ətrafı tamam abad olacaqdır. Buradan da gedən, ziyarətə gələnləri, yurdu ziyarət etməyə gələnlərdən xahiş edirəm. Təmizliyə riayət edin. Nə edirsiniz edin, özünüzdən sonra iz qoymayın. Hər kəs öz adına layiqsə, hər kəs qaydalara uyğun hərəkətlər etsinlər. Özündən sonra gələnləri ikrah etməsinlər. Gözəl Bərüşadın kənarından salamlayıram kənd cəmaatımızı, Qubadlı ictimaiyyətini və yurdunu sevənlərin hamısını, şəhidlərimizin ruhlarını salamlayıram. Bütün şəhid yaxınlarını, bütün şəhid əzizlərini
salamlayıram və deyirəm ki, şəhidlərimizin qanı yerdə qalmadı, ayağımız yurtdadır. Amma elə edək ki, bundan sonrası gözəl olsun, bundan sonrası şəhidlərimizin ruhu inciməsin, sevinsin, şad olsun. Elə addımlar ataq, elə işlər görək ki, şəhidlərimizin ruhu bizdən razı qalsın. Nə ediriksə edək, şəhidləri unutmayaq. Amalım budur, amalımız da bu olsun. Sağ olun, təşəkkür edirəm, əgər izlədinizsə. Çox sağ olun.